Uzun gecələrim çox olub mənim. Xəyallara dalıb hansısa çətinliyin yoluna düşməsini çox arzulamışam. Onda anlamırdım ki, bu həyatın sınaqları, imtahanlarıdır. Bugün Nurema Qəlbinur, Nurema Kənanlının süfrəsinin şagirdi olandan sonra çox şey dəyişdi həyatımda. Bugün də o uzun gecələrdən biri olacaq. Amma bu mənim dərdimə dərman deyil. Bugün Azərbaycanda ən aktual mövzulardan biri olan, hətta Misir Qasımlının azadlıq məsələsini də bugün üstələyən İlduza Hacıyevanın azadlıq məsələsidir. Bugün, bu gecə ən uzun gecə olacaq mənim həyatımda. Düzdür, İlduza xanımı bu qəzadan sonra tanıdım. Daha doğrusu, məsuliyyətə cəlb olunduğunu bildiyim gündən sonra tanıdım. Yeni bir insan kəşf etdim özüm üçün, Allahın lütfu ilə. İlk dəfə bağışlamaya dəvət edənlərdən bəlkə də birincisi oldum Allahın lütfu ilə. Bəlkə də ikincisi. Bunun önəmi yoxdur. Amma burada bir qəlbin səsi haray çəkir. Bir ananın, bir bacının, bir nənənin arzusunu çatdırıram sizə. Öncə Rəbbimdən diləyirəm, sonra dövlətdən. Mən də o ölkənin vətəndaşıyam. Mən də qərib bir insanam. İlduza kimi vətən sevgisi ilə yanan bir insanam. Vətəni Allahdan sonra sevən bir insanam. Kim haqlıdır, kim haqsız? Bu müzakirə olunmur. Kim necə insandır, bu da müzakirə olunmur. Müzakirə olunan 4 uşaq anasının həbsdə yatmasıdır. Hər kəs bilir ki, günahkar kimdir? Bizə düşməz bunu demək. Mən bir insan kimi barışıq tərəfdarıyam. Biz çoxlarını bağışladıq Azərbaycan xalqı olaraq. Hər kəsin qəlbinə Rəbbimdən rəhm və mərhəmət diləyirəm. Autizm xəstəliyinin nə olduğunu bilənlər çoxdur, amma onun dərəcələrinin nə qədər olduğunu bilənlər çox azdır. Denyasın bugünkü vəziyyəti 7 ay anasının yoxluğunun nəticəsidir. O belə deyildi. Mən videolara bircə baxdım. İlduzənin 7 ay Denyasdan ayrı qalmasının nəticəsi bugün uşağı kriz vəziyyətinə gətirib çıxardıb. Bilmirəm, kimə müraciət etmək lazımdır. İlduzənin balaları kimi mən də dövlətə müraciət edirəm. Öncə Allahdan diləyirəm bu azadlığı. Sonra da o dövlətdə oturan vəzifə sahiblərindən. Bugünə kimi heç kəsə müraciət etmədim Allahdan başqa. Sizdən haqqa, ədalətə qiymət verməyi diləyirəm, tələb etmirəm. İstəyir prokuroru, istəyir hakimi, istəyir vəkili, istəyir müstəntiqi. Heç kəs Allahın məhkəməsindən yan keçə bilməyəcək. İçimən qarışıq. Hər birimiz Allahın qarşısında cavab verəcəyik bu dünyada. Əkdiyimizi biçəcəyik. O 4 balanın ahı yerdə qalmayacaq. Bu qınaq deyil, acı həqiqətdir. Özümdə bu cür əti hiss edib bugün bunu danışıram. Bu gecə uzun olacaq. Çox uzun olacaq. Onun evlatları üçün, anası üçün, atası üçün, onu sevənlər üçün, İlduzənin özü üçün ən uzun gecə olacaq. Allahdan diləyirəm ki, bu gecənin səhəri xeyirli olsun. Dövlətdən diləyirəm ki, vicdanlarının səsinə qulaq versinlər. Bu qədər mənim sözüm.